verilişin baş sponsoru Axşamınız xeyir əziz tamaşaçılar. Planetimizin verilişlər silsiləsini ölkəmizin ən populyar, ən dadlı və ən faydalı jalə şirələri ilə birlikdə davam etdiririk. Jalə çox şey deməkdir. Sağlamlıq, xoş əhval-ruhiyyə və nəhayət jalə şirələri şirin xatirələr deməkdir. Bəli əziz tamaşaçılar, məhz jalə şirələri şirin xatirələr doğurur. Gəlin bu verilişimizi şirin bir xatirəyə çevirək, jalə içək. Beləliklə, jalə şirələrinin baş sponsorluğu ilə Planet Barni iz Bakunun 74-cü buraxılışına baxırsınız. Alo, salam Melikim. Spravo üstündür. Bəli, Zəhmət olmasa Məhəmməd Əhmədoğlu Səmədovun adresini deyərdilər. zəhmət olmasa adınızı deyin. Adım Məhəmməd Əhmədoğlu Səmədov. Necə? Saat dedim zəng eləmədə. Bir tər evi taparıq da. Sən də. Bizim axırıncısını vurmayaq da. Saat neçədir ha? 3'e qalıb. 3'e qalıb? Həri. Ola. 3'e qalıb. Ola arvad başımı oynatsız ki. Ha. Narahat olma. Eve gələn kimi sakit keç otağa. Saati fırlat dala. Şo. Arvad heç nəyə başı düşməyəcək. Utanmırsan? Bu vaxtda evə adam gələr, hə? Yine başlama da. Evə gələndə heç saata baxdın. Elbette baktım. Burada ne var ki? Saat 12'de. Doğrudan ha kişi. Sən Allah bağışla. Yəqin yaman yorulmusan. Ele yorulmuşam. Ele yorulmuşam. Ay kişi, ürəyin nə istir denən gətirin. Bir stakan su ver deme. Baş üstə, Olsun. baş üstə, baş üstə. De sen arvada Allah'da bildin. Sən məni alladırsan. Ay avara bax, saat 3'dür. Düz değilsen saat 3'tü. Ha, utanmırsan. Bir daha suyu 3 saate getirirsen. Ne olub professor? Niye qanınız qaradı? Əşi belə də qrup olar. Hamısı əlaçıdır. Heç kim də pul vermək istəmir. Pul vermək istəmir. Kəsin geçsin.
Bunları necə kəsmiyorlar? Biri-birindən ağıllıdırlar. İcazə verin, mən sizə göstərim bu tələbələri necə kəsmək olar. Görürsünüz, mən sizə dedim axı, bunlar hər şey bilir. Ürəyinizi buz kimi saxlayın, professor. İndi hər şeyi özünüz görəcəksiniz. Savadzadə, mənim sənə bir dənə əlavə sualım olacaq. Buyurun, eşidirəm müəllim. Zəhmət olmasa diqqətlə bu auditoriyaya bax. Baxdım müəllim. Baxdın, hə? İndi de görüm, bu auditoriyada neçə dənə lampoçka var? 6 dənə lampoçka var müəllim. 6 dənə? Bəli. Cavabın düz değil Savadzadə. Bu auditoriyada 7 dənə lampoçka var. Biri mənim cibimdədir. Get Savadzadə, gələn səfər gələrsən. Bravo Dasen, bravo. Siz doğrudan da güclü müəllimsiniz. Hə, Savadzadə. De görüm, bu səfər imtihana necə hazırlaşmısan? Yaxşı hazırlaşmışam müəllim. Sizin bütün suallarınıza cavab verməyə hazırım. Deməli, yenə də pul verməyəcək. Professor, dedim axı ürəyinizi buz kimi saxlayın. Savadzadə, Eşidirəm sizi müəllim, buyurun. diqqətlə bu auditoriyaya bax. Baxdın? Baxdım müəllim. İndi de görüm, bu auditoriyada neçə dənə lampoçka var? 7 dənə. Burada cəmi 7 dənə lampoçka var. 7 dənə. Bəli, bəli. Xeyr Savadzadə, cavabın düz değil. Burada 6 dənə lampoçka var. Çünkü mən bu səfər lampoçkanı cibimə qoymamışam. Siz qoymamışsınız. Zato mən qoymuşam. Nihayət ki biz evləndik. Artıq biz bir ailəyik. Bir ailə demişkən, bugün mən sənin cehizinin dəyərini hesapladım. Sonra da toya xərclədiyim pulu hesapladım. Müqayisə eləyəndə belə çıxdı ki, mən səni sevib almışam. İstəyirsən sev, istəyirsən sevmə. Geriyə yol yoxdur. Yaxşı yadıma düşdü. Bu nədir belə? Bu mənim tumbuçkamdır. Muska. Bəli. Onu başa düşdüm. Onun içində axı nə var? Sən onu qıfıllamısan. Bu mənim sirrimdir. Vaxt gələr, bilərsən. Gəlib çıxdın ay kişi. Gəldim. Özü də çox yorğunam. Xəbərin olsun ki, bugün abed vaxtı iş yerinə gəlmişdim. Pencəyinin cibindən 300 dollar götürmüşəm. Heç bir problemi yoxdur. Onsuz da mən 2 həftədir ki, orada işləmirəm. Əzizim, biz 10 illik bir yerdəyik. Axı bu qıfıllı tumbuçkanın sirrini mənə haçan açacaqsan? Darıxma, vaxt gələr, bilərsin. Hə, ay kişi, biz bu günləri 50 illiyimizi, qızıl toyumuzu qeyd elədik. Məncə bu münasibətlə sən artıq bu qıfıllı tumbuçkanın sirrini açmalısan arvad. Düz deyirsən, vaxtı gəlib çatıb. Al bu açarları, aç bax. Heç nə başa düşmədim.
5 ədəd tum və 10.000 manat pul. Bəlkə başa salarsan bunlar nə demək? Ay kişi, bu çox sadədir. Mən sənə hər dəfə xəyanət eləyəndə bu tumbuçkuya bir dənə semiçka dənəsi qoyurdum. Belə baxanda 50 ilə 5 dənə xəyanət o qədər də çox deyil. Yaxşı, bəs bu 10.000 manat nə deməkdir? Eşi, hər dəfə